Son illərdə kişilərin həyat yoldaşlarına daha çox emosional dəstək göstərmək istəyi doğuş otaqlarına qədər uzanıb. Əvvəllər əsasən filmlərdə və xarici xəbərlərdə rast gəlinən bu hal artıq Azərbaycanda da müşahidə olunur. Getdikcə daha çox ata namizədi övladının dünyaya gəlməsi anında həyat yoldaşının yanında olmaq istəyir. Bununla belə bu tendensiya cəmiyyətdə birmənalı qarşılanmır. Gənc nəsil bu addımı ailə bağlarını möhkəmləndirən və atalıq məsuliyyətini artıran müsbət dəyişiklik kimi qiymətləndirsə də, daha yaşlı nəsil bunu ənənəvi dəyərlərə zidd hesab edir. Mövzu ilə bağlı fikirlərini bölüşən 87 yaşlı həkim fizioterapevt Rəşid Mahmudov məsələyə sərt mövqedən yanaşıb. O, kişilərin doğuş prosesində iştirakını qəbul etmədiyini bildirərək, bu addımın kişilik anlayışına uyğun olmadığını qeyd edib. Ekspertlər isə vurğulayır ki, cəmiyyət dəyişdikcə ailə daxilində rollar və münasibətlər də yenilənir. Müasir yanaşmaya görə atanın doğuşda iştirakı yalnız şəxsi seçim deyil, bəzən qadının da istəyi ilə bağlı olur. Qeyd edək ki, Azərbaycanda doğuş zamanı qadının yaxınlarından bir nəfərin iştirakına icazə verilir. Dövlət xəstəxanalarında bu məsələyə daha məhdud yanaşma olsa da, özəl klinikalarda müəyyən şərtlərlə həyat yoldaşının doğuş prosesində iştirakına imkan yaradılır.